İnternet fenomeni olan Punch'a görə Yaponiyada zooparka gələnlərin sayı rekord həddə çatıb. Anasını yumuşaq oyuncağın əvəz etdiyi Punch ləqəbli makakaya görə Yaponiyada zooparka gələnlərin sayı bitmir, artmaqda davam edir. Bu barədə parkın rəhbəri Takashi Yasunaga RIA Novosti agentliyinə açıqlamasında bildirib. Fevral ayından etibarən, yəni Punch'ın ilk sosial şəbəkəsində ilk videoları yayımlandığı vaxtdan ziyarətçilərin sayı kəskin şəkildə artıb. Əgər ötən ilin fevralında 20 min ziyarətçi var idisə, bu ilin fevral ayında onların sayı 47 minə çatıb. Keçən ilin martında bizə 24 min insan gəlmişdisə, bu il bu rəqəm 90 min olub, deyə o bildirib. Qeyd edək ki, doğulduqdan sonra anası tərəfindən imtina edilən Punch adlı kiçik meymun zoopark işçiləri tərəfindən böyüdülüb. Onun heç vaxt yanından ayırmadığı yumuşaq meymun oyuncağı isə bala makaka üçün anasını əvəz edib. Sosial şəbəkələrdə milyonlarla baxış toplayan bu təsirli hekayə insanların zooparka axın etməsinə səbəb olub.